Ters trigonometrik funksiyalar. Normalde şu an trigonometrik funksiyaların tersi yoktur. Yani bildiğimiz biz 4 funksiya keçmişik da. Y bərabər sinus x, y bərabər kosinus x, tanjens x, bir dənə kotanjens x. Bunların özünün tersi yoktur. Çünki normalda o funksiyaları keçmişik, amma onların tərsini keçirik da. Onların tərsi normalda yoxdur. Niyə görə uşaqlar? Məsələn, tutaq ki, bu tək trigonometriyaya aid deyil, ümumiyyətlə bütün digər funksiyalar olsun. Əgər hər hansı bir funksiyada x-in bir neçə qiymətində y bir qiymət alırsa, o funksiya nəyi tapma olmur? Tərsini tapma olmur. Bir də düşünün, x-a düşün ki, məsələn, x-a bir neçə qiymət verirsən, y yalnız bir qiymət alır. Məsələn, x-a 5 də verirsən, y 1 alır. X-a 6 da verirsən, y. O cür funksiyaların tərsi yoxdur. Tərsini tapmaq mümkün deyil. Eləcə də, məsələn, y bərabər sinus x. Bunun da özünün tərsi yoxdur. İndi müəyyən bir hissəsinin tərsini tapa bilərik, amma bütövlükdə bunun tərsi yox. Niyə görə? Məsələn, sıfırda nə alırdı? Sıfır alırdı da bu. Ümumiyyətlə, sinus x-in, yəni bunun y-nin maksimum ala biləcək qiymət nə idi? 1 idi. Minimum nə idi? Mənfidir. Sıfırda sıfır alırdı da sinus. Sonra, məsələn, 90'da nə alırdı? 1 alırdı, eləmi? Gəlirdi burada, keçirdi qrafik. Sonra 180'də nə alırdı? Elə sıfır alırdı. Çünki 180 kosoqla düşür axı. Elə mi görürəm? Bəli, elə buradan keçəcək. 270'də nə alırdı sinus? Mənfi 1. Çünki 270 sinus oxunun öz üzərindədir da. Gəlirdi harada? Burada kəsirdi, qraf buradan keçirdi. Və nəhayət 360'da nə alırdı? 0. Bunları belə birləşdirsək, bu olur nəyin qrafiki? Y bərabər sinus x-in qrafiki. Bunu keçmişik. İndi burada aşağıda x-in bir neçə qiymətində, yəni qrafikisi də deyə bilərsiniz. Məsələn, sinus 30 dərəcədə neçə alır? 2'də 1. 150'də neçə alır? 2'də 1. 150'də 2'də 1 alır. Sən bunu artırırsan, görsən, x-i neçə qiymətlər verirsən, y ancaq nə alır? 1 qiymət, 2'də 1 alır. Məsələn, deyirsən ki, sinus 30 nəyə bərabərdir? X-in qiyməti də bu, sinus x-in yenə qoyur. Bax, x 30 dərəcə verəndə də 2'də 1 olur. Məsələn, 150 dərəcə verəndə də 2'də 1 olur. Təzdən bir dənə 360 gəl bunun üstünə. Məsələn, 510'da da nə alacaq? 2'də 1 və ilə axırda və yaxud da gedə bilərsən sonsuza qədər. Gördük ki, x-in neçə qiymətlərində, yəni birdən artıq qiymət. Hə, x-in bir qiymətinə, y-in bir qiyməti uyğun gəlirsə, onun tərsini tapmaq olur. Yox, x-in bir neçə qiymətinə, y-in yalnız bir qiyməti uyğun gəlirsə, onun nəyi tapmaq olmur? Tərsini tapmaq mümkün deyil. Ona görə də biz burada indi deyə bilmərik ki, məsələn, bu sinus x-in qrafikidir. Deyə bilmirik ki, sinus x-in tərsi. Onun müəyyən bir hissəsinin tərsini tapa bilərik. O hissə olaraq harayır. Məsələn, bunun qrafiklərini belə də yoxlamaq olar. Apsisdə paraleldən düz xətt çəkirsən. Neçə yerdə kəsir? 2 yer. Artıq birdən artıq yerdə kəsibsə, bunun tərsini tapmaq olmur. Çünki məsələn, buralarda da gəlir y-in qiymətini alır. Burada neçəsə dərəcədirsə, 150'də bayağı demişdik. Burada da gəlir eyni qiymət alır. Deməli, uşaqlar, y bərabər sinus x-in tərsi yoxdur. Onun bir hissəsinin tərsi. Hansı hissəsinin? Məsələn, mən bu tərəfə mənfi 90 yaza bilərəm, belə deyilmi? Mənfi 90'da nə alacaq bəs? Mənfi 1. Çünki müsbət 90'da müsbət dərəcə mənfi 90. Biz mənfi müsbət dərəcə söhbətini keçmişik da. Saatın əksinə gelirsə necə olur? Müsbət dərəcə. Saatın istiqamətinə gelirsə mənfi dərəcə. Məsələn, bura müsbət 90'sa, bura nədir? Mənfi 90. Həmçinin müsbət 270 də deyə bilirik bura. Mənfi olaraq neçə dərəcədir? Mənfi 90 dərəcədir. Mənfi 90 nə alır? Mənfi 1. Deməli, biz qrafiki bu tərəfə də atıra bilərik də belə. Başa düşdünüzmü? Bu şəkildə. Belə. Deməli, qulaq as bura. İndi biz sinus x-in, bax, qrafikinin bu hissəsini götürəcəyik. Biz əslində buranı da götürə bilərik. Bildinizmi? Çünki, bax, bu hissəyə baxsınız, bir nöqtədə kəsir. Apsisə paralel bir düz xətt bir dənə yerdə kəsir. Buradan açıq bir dənə yerdə kəsir. Sadəcə, indi ortalama mövqe olaraq belə götürürlər da. Mənfi 90 ilə nəyin arası? Müsbət 90 arasında bu funksiyanın nəyi var? Tərsi var. Niyə görə?
Çünki bir yerdə kəsir. Çünki bir yerdə kəsir da. Ümumi sinus x-in bütöv qrafikini götürə bilmirik. Niyə görə? Çünki x-in bir neçə qiymətində y bir qiymət alır. Amma sən mənfi 90 ilə müsbət 90 arasını götürsün, burada x-in hər bir qiymətinə y-in bir qiyməti olacaq. Məsələn, bax, x-in bir qiyməti, y-in bir qiyməti, x-in bir qiyməti, y-in bir qiyməti. Həmçinin burada da. Həmçinin burada da bax, x-in məsələn, bir qiymətinə y-in bir qiyməti, x-in birinə y-in biri, x-in birinə y-in biri. Ona görə də biz y bərabər sinus x olaraq bu funksiyada hansı aralığının tərsini tapacaq? Mənfi 90 ilə müsbət 90 aralığı tapacaq. Yəni, mənfi pi bölü 2, bir də müsbət pi bölü 2. Daxildir. Necə? Daxil oldu. Bəli, onlar alır axı, 90'ları ala bilir. Və sinus ümumiyyətlə maksimum neçə alırdı? 1. Minimum mənfi 1 alır, bəli. İndi normalda sinus x-in uşaqlar qiymətlər çoxluğu nədir? 1 mənfi 1 uşaqdır. Bəli, qiymətlər çoxluğu. Həm də bunu təkrar eləmiş olursunuz. Mənfi 1 ilə 1. Bəs təyin oblastı? Təyin oblastı nədir? Yəni x-i. Hər şey. Mənfi sonsluq, müsbət sonsluq. Bəli. İndi biz sinus x-in tərsini, məsələn, bir şeyin tərsinin üstündə mənfi 1 də yazmaq olardı. Məsələn, x-in tərsi x üstü mənfi 1, yəni x-1 kimi deyə bilərik. Amma sinuslarda, trigonometrik funksiyalarda tərsi göstərmək üçün qabağa nə artırılır? Ark. Ark artırılır. Ark üstü mənfi 1 kimi yazılmır. Məsələn, deyirəm ki, ark sinus x bərabərdir bir dənə a-ya. 60 olsun. Və yaxud da bir alfa-ya. 60 olsun. Alfa. Bu sinus x bərabər də alfa o demək uşaqlar. Sinus ya da alfa yazmıram. Məsələn, yazıram ki 30. Elə birbaşa qiymət 30 dərəcə. Sinus x bərabər 30 o deməkdir ki, sinus 30 dərəcədə neçəni alır? 2-də 1. 2-də 1. Yəni burada x neçə olmalıdır? 2-də 1. Başa düşdünüzmü? Məsələn, bayaq da deyirəm ki, sinus məsələn deyirəm kök 3 bölü 2. Onda nə bərabər olacaq bu? 60 dərəcə. Çünki bu sin o deməkdir ki, sinus bu qiyməti neçə dərəcədə alır? 60 dərəcədə. Yəni, ark olanda ədədlə dərəcə yerini neyinir? Dəyişir. Normalda sinus deyirəm ki, 30 dərəcə bərabərdir 2-də 1. Normal sinus funksiyasında dərəcə həmişə burada olur, qiymət sonunda olur. Amma ark olanda dərəcə ilə qiymət yerini neyinir? Həmişə dəyişir. Aydındırmı? Yəni, məsələn, desəm ki, ark sin, məsələn, tutaq ki, x bərabər tutaq ki, 45 dərəcə. Burada nə olmalıdır? Kök deyil, deməli, x burada kök 2 bölü 2 olmalıdır. Başa düşürsünüzmü bunun qısaca anlamını? Ark sinus nə deməkdir? Ark olanda dərəcə və qiymət yerini deyil. Ark sinusda sinusun yanındakı dərəcə olur, yoxsa qiymət? Qiymət olur həmişə. Aydındır. İndi biz ark sinus x funksiyasına keçsək, yəni, başlayırıq artıq indi y bərabərdir arc sin x. Normalda sinus x-də qiymətlər oblası nə olur uşaqlar? Mənfi 1-dən 1. İndi tərsində yerin dəyişir. Biz dedik ki, burada x dərəcədir ədəd. Ədəddir da. Sinusun da ədədi nə ola bilər ancaq? Mənfi 1, 1. Deməli, bunun təyin oblası nə olacaq? Nə olacaq? Mənfi 1, 1. Ona mən qiymətini Elə ki, yerlərini dəyişirlər da. Qiymətini çoxluqda mən olsun, çox olsun. Yox, niyə görə? İndi burada y dərəcə olurdu, yoxsa ədəd? Burada dərəcə. Dərəcə olurdu. Bayaq dedim, axı, dərəcə ancaq hansı aralıq da dəyişə bilər. Burada qayıdıramışam. Qrafikda bayaq kəsdim göstərdim, ancaq ortanı ala bilirdi. Çünki bütöv götürsək biz, mənfi sonsuz müsbət sonsuz götürsək, onda 2-yə də kəsr axır. 30-da da 2-də 1, 150-də də ki, onda onun tərsi olmur. Ona görə bunun indi qiymətlər çoxluğu nə olacaq? 90. Qiymətlər çoxluğu mənfi 90-90 və yaxud da mənfi pi bölü 2 ilə müsbət pi bölü 2. Yəni bunu yadda salmaq çətin deyil. Niyə görə? Əgər sən bu sinusu bilirsənsə, bunu da biləcəksən. Sən bilirsən ki, normal sinusun burasında nə olur? Dərəcə, burasında qiymət. Amma aksinusda burada nə olur? Qiymət, burada dərəcə. Tərs deyəndə onlar qiymətlər olmasa təyin yerin dəyişir. Artıq bunun x-nin yerində bunun y olacaq. Yəni bunun y nə ala bilirdi?
Mənfi 1, 1. Yəni bunun x-i nə alacaq? Mənfi 1, 1. İndi qiymətlər olmasa da, yəni bunun y, dərəcədir yoxsa ədəd? Dərəcə. Sən də bilirsən ki, sinus ancaq hansı ad ola bilər? Mənfi 90 ilə müsbət 90. Qrafikin orta hissəsini ala bilər. İndi bu oldu aksinus x-in təyin olması, qiymətlər olması. Başqa hansı xüsusiyyətlər var? Bu aksinus x funksiyası təkdir. Funksiyaların təkliyi, cütlüyü olur, artan, azalan olması olur, elə mi? Qrafik olur da, bu xüsusiyyətlər yazıcı olur. Sinus x, normalda sinus x necə idi? Artan idi, azalan idi? Artan. Daha doğrusu tək idi, cütlü idi? Tək idi. Burada da aksinus da təkdir. Necə funksiyadır? Tək funksiya nə deməkdir? Ancaq 90, Qiymət verəndə qiymət. 190. Mənfi olanda mənfi neyini? Qabağa çıxardı. Tək olun, o deməkdir. Onu demişsən, 90 Yox, məsələn deyirəm ki, arc sinus məsələn mənfi 2-lədir. Yazıram. Arc sinus mənfi 2-lədir. Tək olanda mənfi neyini? Qatır qalır. Cüt olanda mənfini yox edir. Mənfi daha yazılmır. İndi burada aksinus təkdirsə, mənfi hara keçəcək? Mənfi, bəli. Aksinus nə? Aksinus 2-lərdir. Aksinus 2-lər neçə deməkdir? 30-dır. Yəni mənfi 30. Şu, bu qədər. Başa düşürsünüz? Ya da mənfi pi bölü 6. Radiyanla demək istəyirsənsə. Mənfi pi bölü 6. Orada ben niye mənfi oldu? Demək olar. Mənfi niye oldu? Arda, 30. bu da deyirsən, Hə. qabağa mənfi atmışlar bunda. Bu 2-lərin qabağında mənfi, təkdə axı dedik. Tək funksiya var həmişə. Dərəcənin qabağında mənfini qabağa atır, qabağa keçirir. Qabağa mənfidir. Aksis, aksis 2-dir. Necə? Sinus. Kosinus üzrə. Tək. 2 dənə trigonometrik funksiyanın hansı Kosinus olan? kosinus. Kosinus. Bəli. Sonra bunun qalıb artan azalması. Necə funksiyadır? Artan deyəcək uşaqlar. Artandır. Bəzən monoton artan da deyirlər. Monoton söz o deməkdir ki, eyni səviyyədə artır da. Məsələn, bir dəfə az, bir dəfə yüksəlmir. Eyni səviyyədə artırsa, elə şey nə deyirlər? Monoton artan. Və ya eyni tempdə azalırsa, monoton azalanır. Monoton nə deməkdir? Eyni tempdə, eyni miqdarda. Yəni sana qaçmaq. Monoton deyil, monoton deyil. Hə. Necə funksiya oldu uşaqlar? Artan funksiya oldu. İndi bunun qrafikinə baxaq. Aksinus x-in qrafiki. Qrafik. İndi bunun qrafikinə gəlsək. Bu nə oxudu? Bu da y oxudu. İndi uşaqlar, aksinusa baxın. X burada durur. Burada x dərəcə idi yoxsa qiymət idi? Ədəd idi, eləmi? Ədəd olaraq hansı qiymətlər ala bilir bu? Mənfi 1, 1. Bu x-in ala biləcək qiymətlərdə. X oxuda bu. Onda bu tərəfə nəyə qeyd edəcəm? Müsbət 1-i bu tərəfə nəyə qeyd edəcəm? Mənfi 1. Yəni bu xassələrini bilirsənsə, qrafikini qura biləcəksən. İndi bunun bəs dərəcəsi hara gedə bilir? Müsbət 90-la mənfi 90-da. Bu dərəcəni bildirir axı. Dərəcə də y-i bildirir. Onda bura nə yazacağam? Pi bölü 2, müsbət pi bölü 2 ya da müsbət 90 yaza bilərsən. Bu da nədir? Mənfi pi bölü 2, mənfi 90. İndi biri nə vaxt alır? 90-da. Bunlar nə edəcək bir-biri ilə? Kəsəcəklər. Yəni biri 90-da alır. Mənfi biri də mənfi 90-da alır. Bunlar həmin ki, qrafikimizin nələrdir? Uc hissələrdir. İsti oldu demək. Bu formada birləşdirəcək. Gələcək belə, bu da gələcək belə. Niyə görə bu nə? İndi bu qrafikin əyriliyin qarışdıra bilərsən. Əyriliyin qarışdırmamaq üçün düşünməlisən ki, sinus artandır yoxsa azalandır? Artandır, yazmışıq bura. Bax, məsələn, birinci rübü yoxla. Birinci rübü baxın, x artır, y də nə edir? Artır. Artan olur. Sola gəl, x nə edir? X azar, y nə edir? O da azar. Necə oldu yenə? Artan olur. İkisi də azalırsa artandır, ikisi də artırsa artandır. Bilirsiniz niyə görə bunu belə göstərir? Çünki qraf belə də çəkə bilərsən, qarışdıra bilərsən. Buranı qaldır. Bu artan azalan olması ilə özün nizamlaya bilərsən ki, qraf belə gəlməlidir ki, bu necə olsun? Artan olsun. Necə? Düz tənasibdir bu. Bəli da. Tərsi olmasa azalan olacaq. Necə? Tərsi olanda azalan olacaq. Azalan. Yəni x azalsı y artırsa məsələn. Bəli, onda artıq azalan funksiya olacaq da. Azalanlar kosinusla kotangensi olacaq. İndi sinus haqqında əsas xassələri budur. Bəzi düsturlar var. Amma düsturları nə ilə biləcəksiniz? Üçbucaq qaydasından biləcəksiniz. Hansı düsturlar var? Məsələn, tutaq uşaqlar deyəcək ki, sinus
arc sinus x. Bu həmişə x-a bərabər olacaq. İndi bunların hamısını əzbərləməli deyilsən. Niyə görə x-a bərabərdir? Bu cür ifadələrdə, bu cür suallarda qarşıda çıxır. Buna bir dənə nə deyəcəksən? Alfa desin. Mən nəyə alfa demişəm? Arc sinus x-a. Yəni bu bərabərdir nəyə? Alfa. Gəlsən aşağıda arc sinus x bərabər nəyə alırsan? Alfa. Arc sinus x bərabər alfa nə deməkdir? Sinus alfa dərəcədə nəyi alır? X alır da. Məsələn, necə ki deyir, arc sinus 2-də bir bərabər 30 dərəcə yazılır. Bunların yerini neyə bilərsən? Onda yerin dəyişini belə yazacaqsan da. Sinus alfa nəyə bərabərdir? X-a. Nasıl? X-in məxrəcə nə yaza bilərsən? 1 yaza bilərsən. İndi buna nə demişdik biz? Arc sinus x, alfa. Buna biz alfa demişik. Sinus nəyi tapmayıq? Arc sinus. Bunu nəyi? Alfa. Sinus alfanı tapmayıq. Elə deyil. Sinus alfa. Biz də nə tapdıq? X. Bizim yerini dəyişdik. Ona görə də deyirik ki, sinus arc sinus x həmişə nəyə bərabər olur? X-a. Məsələn, sinus arc sinus 5 nə olacaq? 5. Yəni düz 5 ola bilməz. Niyə görə ola bilməz? Çünki Çünki bir mənfidir. Məsələn də kök 3 bölü 2, nə bilir 2-də 1. Yəni elə özünə bərabər olacaq. Sonra belə də ola bilər uşaqlar. Məsələn deyə bilər ki, burada kosinus da ola bilər. Kosinus arc sinus x bərabər sual. Məsələn, bunların düstur forması var kitablarda. Yenə bu hissəyə sən nə deyəcəksən? Alfa. Ondan yekunda nəyi tapmış olmalı yox? Kosinus alfa. Çünki buna artıq alfa demişəmsə, kos alfanı tapmalıdır. Gətir bunu nəyə bərabər edirsən? Alfa. Bunu alfa bərabər. Çünki ona alfa demişsən axı sən. Arc sinus x bərabər alfa. Sonra nə edirik? Sinus alfa bərabər. Yerini dəyişirik. Sinus alfa bərabərdir x-a. Bunu deyək. Məxrəcə 1 yazırıq. İndi bunu üçbucaq qaydası ilə tapacaqsan. Biz sinus alfa x tapdıq. Amma bizə nə lazımdır? Kos alfa lazımdır. Bax, bu indi sənin işlə yarayacaq. Bunu yoxsa belə öyrənmədinsə, sənin işin çətin olacaq. Bir bucağına alfa yazıram, itilərdən hansısa birinə. Bura x yazıram, bura nə yazıram? 1. Çünki sinus nəyə nisbətdir? Qarşı katetin betonuza. Onda bura nə olacaq bəs? Pifaqorun tapında. Kökün altında 1 çox x kvadrat. Elə deyil. 1-in kvadratı, x-in kvadratı da Pifaqorun. Onda bu üçbucaqda indi kosinus alfanı tapın görün. Nə bərabərdir? Bu bölünsün 1. Bitki katet bölün nə? Betonuz. Onda nə olur? Kökün altında 1 çıx x kvadrat. Onda bu nəyə bərabər oldu? Kökün altında 1 çıx x kvadratına. İndi bunun tangenslisi də var hələ. İndi bunun tangensslisini də yazalım. Tangenslisi və kosinus. Bu düsturları yalnız sinusda deyəcək. Daha hamısında bir deməyəcək. Bir dənə sinusda deyəcək, qalan hamısı eyni şey. Bildiniz mi? Ona görə bir dənə sinusda deyirik. Məsələn, yazırıq tangens arc sinus x. Gələcək nəyə bərabərdir? Arc sinus x. Bunu əzbərləmək çətin prosesdir. Heç kim də əzbərləyə bilmir bunu. Ya belə öyrənərsən, ya da ki, 2 gündən bir oxuyasın, təkrarlayasın. İndi buna nə deyirik yenə? Alfa deyirik. Onda biz nəyi tapmalıyıq? Tangens alfanı tapmalıyıq. Deməli. Yenə indi alfa dediyimizi, bax bu hissədir. Yəni arc sinus x-a nə deyirik? Alfa. Yeri neyinirik? Yəni dəyişirik. Sinus x bərabər. Sinus alfa bərabər x-a. Məxrəci nədir? 1. Yenə nə çəkirik? Üçbucaq. Alfa deyirəm buna. Sinus nəyə nisbəti idi? Qarşı betonuza. Qarşı x, betonuza 1. Onda bura nə olur? Kökün altına yenə 1 çıx x kvadratdır. Biz nəyi tapmalıyıq? Tangens alfanı. Tangens alfa nə bərabərdir? Yəni x-in kök X-in kök altında 1 çıx x kvadrat. İndi bunları yadda saxla da. İndi burada da demək bu ifadə belə şey gördünsə, tangens arc sinus x həmişə nəyə bərabər olacaq uşaqlar? X böl kök altında 1 çıx x kvadrat. İndi burada dəyişə bilər, indi x deyirik, ədəd də olacaq. Onun üçün sən bunu bilməlisən ki, bu gedişatı tapa biləsən. Deməli, ikinci nə qaldı? Kotangens prosesi qaldı. Yəni, olar ki, kotangens arc sinus x bərabərdir. Buna nə deyirik yenə? Alfa deyirik. Bir neçə dəfə bax ki, yadında qalsın. Nəyi tapayılır? Kotangens alfa. Yalanlar. Mənim səndən. İndi arc sin x-a nə deyirik yenə? Alfa. Yenə yerini dəyişirsən sinus alfa bərabər x-a.
Üç bucaq çəkirik. İki bucağa alfa yazırsan, sinus qarşının betonuza. Bura nə olur yenə? 1 çıxı x kvadrat. Biz nəyi tapayıq? Kotangesini. Burada kotarqa nə bərabərdir? Yani kök altda 1 çıxı. Kök altda 1 çıxı x kvadratının x-a nisbəti. Belə, arklarla bağlı əsas düsturlar, yəni hamısında eyni prosesdir uşaqlar. Daha bir dənə sinusda yazdım bunları. O bunlarda da eyni gedişatdır. Bir də baxırıq burada. Deməli, arc kosinus haqqında da danışaq. Y bərabərdir arc kosinus x. Arc kosinus x. Deməli uşaqlar, burada da birinci kosinus x yazaq ki, onu soruşum sizdən, görüm yadınızdan. Yox, Y bərabər cos x. X hansı qiymətlər alırdı? 1 mənfi. Hamısı eyni. X-i aşağıda. Mənim sonsuz, müsbət sonsuzluq. Mənim sonsuzluq nə? Müsbət sonsuzluq. Dərəcə, hər dərəcə verə bilərik də, burada problem yoxdur. Bəs Y-i? Mənfi 1, 1. Bəli. İndi gəldik bura. İndi bəs bunun yerini dəyişsək, bunun tərs olaraq arc kosinus x. Arc kosinus x. Arc kosinus x-in y bərabər arc kosinus x. İndi burada yenə nə duracaq? 1 mənfi 1 arası. Yenə bunun qiyməti 1 mənfi 1 olmayacaq. Sonsuzdur. Bu kos, yo. 1 mənfi 1 olmayacaq uşaqlar. Burada qiymət durur. Qiymət bilirsin nə olacaq? Bunun normalda Kosinus'a baxarsa olsa o bilsin. Kosinus'a baxsa ol. Əslində bunu da qrafikini kəsmək olar. Sadəcə o sizi biraz qorxudur onu kəsəndə. Burada nə alır kosinus? Orada müsbət, müsbət. Burada müsbət, Orada mənfi. Burada Mənfi. mənfi, burada Müsbət. müsbət. İndi uşaqlar. 2 rübdə müsbət alır, 2 rübdə nə alır? Mənfi alır. İndi biz bunun arc kosinus'un qiymətlərini müəyyən eləmək üçün elə ki, birin mənfi götürəcək, birin müsbət. Çünki elə qiymət var ki, mənfi dərəcədə alır, elə qiymət var, müsbət dərəcədə alır, elə deyilmi? Yəni mənfi dərəcəndə ala bilir, müsbət dərəcə. Ona görə 1 rüb mənfidən götürməliyik, 1 rüb müsbətdən. İndi bunu necə götürəcək? 1 ilə 2 götürəcək. Niyə görə? Çünki bu 3 ilə 4 böyük dərəcələrdə 3 ümumiyyətlə 3-də heç biri qiymət ala bilmir. Bütün 4 funksiya var, arc tangens, arc sinus, arc kosinus. Heç biri 3-cü rübün dərəcəsini ala bilmir, yəni böyük dərəcə ala bilmir. İndi burada nə alır kosinus qiymət olaraq? Burada nə almış onlar? 1, burada nə alır? Mənfi 1. Mənfi 1 da. 0-da 1 alır, 180-də mənfi 1 alır. İndi bunun da x-i yenə nə olacaq? Mənfi 1 nə? 1 daha, sinusdakı kimi. Sinusdakı kimi. İndi gəldik dərəcəsi. Sinusdakı kimi də yenə, başa düşürsünüzmü? Yəni tərs olanda qiymətlər çox gəlir nəyin yerinə? Təyin oblasının yerinə gəlir da, əvvəlki formanın. Bu nə idi? Qiymətlər oblası idi da. Gəldi bunun nəyinə? X-inin yerinə. İndi bəs bunu neçə dərəcədə alır? 0 dərəcədə. Yəni bir tərəfi 0 olacaq bunun. Bəs bu neçə alır? 180-də, yəni pi-də. 180-də, niyə mənfi pi? Elə 180 dərəcədə. Bəli. İndi bu arc kosinusun nəyi oldu? Təyin oblasının qiymətlər oblası. X-i nə oldu uşaqlar? Bir də deyək. Mənfi 1, 1. Bəs y-i nə oldu? 0 pi arası. Sonsuz olmalı. Yəni sən bunu bilirsənsə, kosinusda bunu da biləcəksən. Çünki mənfi 1-i nədir? Nə idi? 0-dan pi alır. 0-dan pi. Mənfi 1-i pi-də alır, 1-i də 0-da alır, 0 pi olmalı. Məsələn, bayaq sinusda nə yazmışdıq? Onu silmişəm. Sinusda nə yazmışdıq? Sinusda da mənfi 1, 1 idi da x-ə. Mənfi 1-i nə vaxt alırdı? Mənfi 90-da, mənfi 1 bölgüdə, müsbət 1-də, müsbət 90-da. Buna əsasən bunu təyin edirsən da. Əzbərləmə ehtiyac yoxdur. Y sonsuz olmalı deyil bunun. Necə? Y sonsuz olmalı deyil. Y-i, bəs bayaq dedik axı. Biz bunu sonsuz götürə bilmirik. Niyə görə? Məsələn, tutaq ki, kosinusun qrafiki buradan başlayır, belə şəkildə gedir, belə şəkildə. Burada görsən x-in neçə x-in sonsuz sayda qiymətlə y yalnız bir qiymət alır. O cür funksiyaların tərsi olmur. Biz hansısa bir hissəsini götürürük. Məsələn, bunun qrafikini bir dənə apsisa paralel qismətən kəssin.
Gör x-in neçə qiymətində y-in qiyməti var. Bax, gör neçə yerdə kəsir bunu. Belə funksiyaların tərsini tapa bilmərik. Ona görə yalnız qrafikin hər hansı bir hissəsini götürürük. Ya buradan buranı, ya buradan buranı. Görsən, burada nə götürmüşük? 0pi. Yəni belə. 0pi'ye belə. Məsələn, belə, bu şəkil, bu formasını götürürük. Yalnız bir yerdə kəsir da, görsən. Yəni, buradan beləni götürə bilmərik heç. Çünki yenə də iki yerdə qiymət alır. Bəs biz tərsdən danışdığımıza görə də tərs funksiyanın əsas mənası odur ki, x-in bir qiymətinə y-in bir qiymətə uyğun gəlməlidir. Bu tərs trigonometriyada yox, bütün funksiyalarda belədir. X-in bir qiymətinə y-in bir qiymətə uyğun gəlirsə, onun tərsi var. Yoxsa tərsi mümkün deyil. Deməli, arc kosinusun da təyin oblasti oldu -1,1, qiymətdə açı oldu nə? 0pi. Elvin, qarışdırmayın bunları. İndi bu təşdir, cüddür baxırıq. Bu uşaqlar necədir? Nə təş, nə cüddür? Nə tək, nə də cüdd funksiyaları. Heç birindən deyil. Sonra, məsələn, indi bunun nə təş, nə cüddür deyəndə bəs demirsinizmi, mənfi olsa nə edəcək? Allah'a emanet. Bu arc kosinus hansı rüblərdə qiymət aldı? 1 ilə 2. 1 ilə 2-ni götürürük. 0 ilə nədir? 1 ilə mənfidir. 0 ilə pi. Bura pi, bura 0. 1 ilə ikinci qiymət. 1 ilə ikinci rüblərdə qiymət aldı. Məsələn, desəm ki, arc kosinus, məsələn, 2-də 1. Bu hansı rübdür? 30. 2-də 1-i 30'da alır. Nə 30? Yox, 60'da alır, değil mi? Hansı rübdür? Birinci rübdür. İndi deyirəm ki, arc kosinus mənfi 2-də 1. 60. Deyəcəksən mənfi 60. Mənfi 60 hansı rübdür? Mənfi 60. Dördüncü rüb. Kosinus 4'də qiymət alır. Yalnız 1-2'də alır. 60. Görsən, ona görə bu deyirik nə təş, nə cüddür. Bu mənfi 2-də 1-i. Bu mənfi qiyməti harada alacaq? İkinci rübdə alacaq. Bunun arc kosinusunun 2 rübü var. Birinci rüb, ikinci rüb. Birinci rüb də həmişə necədir? Müsbət. Deməli, şanslara qalır ikinci rübə. İkinci rübün də mənfi 2-də 1 neçə dərəcə aldığını tapmaq üçün nədən çıxmalı yox? 180-dən çıxmalı yox. Birinci rübdə neçə dərəcədə qiymət alırdı? 2-də 1 neçə alırdı? 60'da. İndi ikinci rübdə neçədə alacaq? 180'dən 60 çıxdı. Məsələn, bunu 60'da alırsa birinci rübdə. Burada nə alacaq? 120'də alacaq da. Yəni, mənfi dərəcəsinin, mənfi qiymətinin dərəcəsini tapmaq üçün həmişə 180'dan nəyi çıxacaqsan? Bunu müsbətdə nə vaxt alır, onu çıxacaqsan. Neçə olacaq? 120. Ya da pi-dən çıxacaqsan, neçəni? Pi bölü 2. Olacaq 2 pi bölü 2. Radian olaraq belə. İndi yazıram ki, arc kosinus, məsələn, mənfi kök 2 bölü 2. Zəhra, necə yazacam bunu? Mən arc kosinus mənfi kök 2 bölü 2 necə tapım? Nəyə bərabər? Kosinus 45'te alır. Adem 80. Ay, 180-45'də. Çətin bir prosesdir. Sadəcə belə şeylər deyirəm ki, əzbər öyrəşməyin da. Bu nəyə görə deyil? Bunun tapılmasını da deyirik ki, əzbər deyərik ki, 180'dan çıxırsan mənfi olanda, belə də yadda saxlaya bilərsiniz. Yəni mənfi qiymət olsa həmişə arc kosinusda nə edəcəksən? 180'dan çıxır. Amma sinus da nə edir? Mənfini qabağa atırdı, o başqa içinə. Yəni dedik mənfi 45. Çünki uşaqlar, aksinusun, buradan bir dənə, qısa bir dənə ona geri dönüşüb, qaydırıq o kosinusa. Bax. Abi eləşdi böyle. Y bərabərdir arc sinus x. Bunun, belə deyək də, dərəcəsi hansılara da olurdu? 90 Mənfi 90'la müsbət 90 olurdu da. İndi bax, mənfi 90 aradır bura. Mənfi, bura nədir? Müsbət 90. Sinus burada necədir? Müsbət, müsbət, mənfi, mənfi. İndi biz həmişə arklarda hər rübdən birini götürürük. Bir müsbət rüb götürürük, bir də mənfi rüb. Yadda salın. Bir nəşin götürə bilərəm, ikisi də müsbət. 2-3. Bununla götürə bilirik. Biz mənfi 90'dan müsbət 90. Bu aranı götürürük. Nə ilə nə? 1 ilə 4. Aydındır? Ona görə deyirik, aksinus təkdir. Məsələn, desəm ki, aksinus mənfi kök 2 bölü 2, deyəsə mənfi 45. Çünki mənfi 45 ala bilir axı bu 4-cü rübdə. Bu isə 1 ilə 2-ci rübdədir deyə məcbur nədən çıxırsan? 180'dan çıxır. Olacaq pi çıx, pi bölü 4. Yiyəmədi ya. Mənfi yalan mı?
Mənfi dərəcəni hansı sürüb, mənfi qiymət hansı sürüb da alır. 2-də alır, 2-də. 2-də. 2-nin dərəcəsi korquz alır axı. Aydınmı? 100 neçə 90 neçə olmalı, 100 neçə 90 neçə olmalı. İndi bu normalda müsbət 2 dəbir nə vaxt alır? 60-da. Mənfi 2 dəbir nə vaxt alır? 120-də. İndi bu 120-ni tapmaq yolunu deyirik də biz. 120 sən şifa bilmirsən axı, hə, mənfi 2 dəbir 120-də alır. Onu əzbərləmirsən axı. O 120-nin tapılması yolunu deyirik ki, mənfi qiyməti olanda həmişə 180-dan bunun müsbət formasını çıx da rahat tap. 120. Məsələn desəm ki, arq kosinus kök 3 böl 2, mənfi kök 3 böl 2. Nə deyəcəksən? Mənfi kök 3 böl 2-ni necə deyəcəksən? 30'da Kök 3 böl 2-ni 30-da alır, onda 180 30, yəni 150. Dərəcə onu 150 yaza bilərsən. Ümumi radiyanını deyəndə pi-dən çıxacaqsan nəyi? Pi böl 6-nı. Yəni orada 5 pi böl 6. 5 pi böl 6 olacaq. Bu şəkildə. Deməli, bunun xassələri nə təşkil, nə cüddür? Mənfi olanda dedik, 180'dan çıxır. bəli, 180-dan çıxırıq. Həmin qiymə müsbətini 180-dan çıxırıq. Sonra azalan funksiyadır. Mən eləmirəm. Söz nə olur onda? Azalandır. Qraf, monoton azalan, yəni azalan funksiyadır. Arkosinus. Qrafkin çəkək. Bitsin buna. Deməli. Qrafki birinci apsin, bir də y-in qiymətlərini qeyd eləməliyik burada. X hansı qiymətlər ala bildi uşaqlar? X mənfi 1-1. Yox. Bəli, düzdür. Mənfi 1-1. Burada 1, burada mənfi 1. Bəs arkosinüsün dərəcəsi nə olurdu? Dərəcəsi. Bir də 180. Deməli, indi biri nə vaxt alırdı? 0-da. 0 burada axı? 0 burada. Qrafın bir ucu bu olacaq. Mənfi biri nə vaxt alırdı? 180-da. Yəni neçədə? Pi-də. İndi biz də pi-ni belə qeyd edə bilərik. Yuxarıda qeyd edəcəyik. Bu pi də bir olmalı. Yəni burada qeyd edeyim. Yəni ki, bu y-in qiymətidir da uşaqlar. Onca burada qeyd elədim. Artda axı yerin dəyişir. Pi-də mənfi, qrafın bir ucu bu olacaq. İndi bu 90-ı ala bilir də, 90 ortadadır. Pi bölüşdə hardasa buralarda olacaq. İndi bu qrafikini baxaq. Bu necə olmuşdur? Azalan. Azalan şərti ödənməlidir da. Görək bu necəymi? İndi necə azalandı? Bax, bu rübə baxa, bu aralar. Sağa doğru x neyinir? X artır. Y neyinir? Azalır. Görürsən necə oldu? Azalan. X sağa doğru arttı, y neynədir? Azaldı, oldu azalan. Sola doğru x azaldı, y neynir? Artır. Necə oldu? Azalan. Bu oldu bizim ark kosinüsünün qrafiki. Belə. İndi o bayaqki düsturlar hamısı burada kimdir? Kosinus, məsələn sinus ark kosinüs x, tangens ark kosinüs x eyni üçbucaq qaydasıyla tapacaqsınız. Tangeslə kotangeslə qısa bir dənə olar da deyə, onlar da Hava testi yazıyor. necə? Biri uşaqlar sinusundan eynidir demək olar ki, xassələri. Tangens sinusun xassələrinə oxşuyur. Kotangens kosinusun xassələrini daşıyırlar. Tam indi görəcəksiniz demək olar ki, eyni şey Bırakın da. xassələr. Y bərabərdir. Ark birinci tangens yazaq. Tangens x. Tangens x. Tangensin ikisi nələr ala bilər uşaqlar? Normalda. Her şey olabilir. Yok. Olur diyor. Her şey olur. Hər şey olmur da. Tangens nələr ala bilmirdi? Tangens. 90'ların tək misillərini ala bilir. 90'ları, 270'ləri ala bilmirdi axı. Bəli. Bəs y nə ala bilirdi? Her şey. Y daxildir. Mənfi sonsuzluq, müsbət sonsuzluq. X nədən fərqli idi? İkisi oldu. Konstantinə görə. Bu olacaq, elə bil ki, X fərqli idi nədən? Hə. X da fərqli nədən? Pi bölçü topla, pi k-dan. Yəni 90 tək misillərini heç vaxt eləyə bilmir, ala bilmir. O tangens x funksiyasıdır. İndi gəlsək biz arc tangeslə danışsaq. Arc tangens.
İndi uşaqlar, sinus hansı rüblərdə, daha doğrusu aksinus hansı rüblərdə götürürdük? Aksinusi. Şey bir de yok. Hə, 1-dən 4, mənfi 90, müsbət 90. Sinus. Bu da eyni şey. Niyə görə? Bu da 1-dən müsbətdir, mənfi, müsbət, mənfi. Buradan da 2 rüb götürməliyik. Müsbətlər. Biri mənfi, biri müsbət olmalıdır. Hə. O da hansını götürürük? Bir de. Mənfi 90 ilə müsbət 90. Müsbət pi böl 2, mənfi. Amma bunları eləyə bilmir. Olabilir. Ala bilmir da, çünki 90 ala bilmir axı. Evet. Sadəcə sinusda bunlar daxili idi. Aktanges də Dahil. daxil deyil. İndi bunlar nələrdir? Nəyin qiymətləridir? Dərəcələr burada yazırıq y. Onda bunun y daxildir nə? Mənfi pi böl 2, müsbət 4. Eyni sinus 2 kimidir. Amma sinusda bir dənə nə fərq var? Daxildir. Gözün qalsın balkonda. Balkonu yazacaqsan cəhəndə. Ora baxırsan. Bəli. Bəli. Coğrafiya gələcək rol, coğrafiya. Coğrafiya rol gələcək. Niyə? Gələcək. Bilmirəm. Bura bax. Yəqin gələcək. Deməli, x-nə baxırıq indi. Bax. Uşaq bunun x-nə olacaq? Eksi. Onun x-i olacaq da. Yox. Orada da. X-i hər şey ala bilir da. Sakit ol da, dərsə baxarız da. Biz ikizlərini çıxaracam, sonra gedib baxarsın ona. Bu da baxır. Deməli, bunun ala biləcəyi indi nəyə baxmalı? X-nə. X-nə hansı qiymət? X-də nə olurdu burada həmişə? Orada derece. Dərəcə olur qiymət? Dərəcə. Qiymət. Qiymət olur da burada, qiymət. Qiymətdə problem var burada. Şey. Hər şey ola bilirdi da. Doğru. Başa bunun y-i elə bunun y-nə gəlir da. Nə olur indi? Sonsuz. Mənfi sonslu, müsbət sonslu. Normal tangesdən aktanges həmişə yerin dəyişir qiymətləri. İndi orada şey gedir də, indi o mən danışdırma. Deməli, indi aktangesin qrafikini çəksək x, bu da x olur. Mənfi sonslu, müsbət sonslu. Görürsən, burada məhdudiyyət yoxdur, hər şey alacaq. Amma y-də məhdudiyyətlər var. Nəyə ala bilmir? Müsbət pi böl 2 ilə mənfi pi böl 2 ala bilməyəcək. Heç bunları heç vaxt dəyə bilməyəcək. Qrafik amma sağa sola istənilən qədər eləyəcək, gedə biləcək. Və bir də bunun bir xassəsini yazmadıq, elə buradan yazaq. Bu sinus artan ilə azalan, bu da artandır. Yəni tangeslə sinus aşağıdır, kosinusla da kotanges eynidir. Deməli bu da necədir? Aktangesdə artandır. İndi artanlığını yoxlamaq üçün deməli belə gələcək, başlanğıcdan keçəcək. Bir də necə olmalı? Bu şəkildə düşəcək, amma gəlib bu xətti kəsməyəcək da. Bu formada. Gördünüz, hər tərəfi necədir? Artan bu şəkil. Amma gedib onu kəsmir. Çünki ala bilmir axı. Gedir ən yaxınına qədər, amma qiyməti ala bilmir. İndi görsən, sağa doğru x neyinir? Y də artır, artan. Sonra x azalır, y də azalır. Yenə artan funksiyadır. Bir də indi sinus kimi. Mənfi olanda mənfi neyniyəcək? Qabağa atacaq. Qabağa atacaqsın. Yəni, çünki aktangesdə necə oldu? Artan oldu, azalan? Artan oldu, bəs tək oldu cüt? Tək, sinus kimi. Deməli, bu oldu tək funksiya. Təkdir. Məsələn, deyəndə ki, arctangens mənfi 1. Nə olacaq? Mənfi arctangens 1. O da nəyə bərabərdir? 1 ilə vaxt alır? 90. Tangens 1 neçədə azdır? 45'də olur. Mənfi 45'də. Məsələn, deyək ki, arctangens mənfi kök 3. Kök 3'ü nə vaxt alır? Tangens 60'da. Bəli, nə deyəcəksən? Mənfi 60. Mənfi 60 və yaxud da mənfi pi böl 3 radiyanla. Belə. Bir problemi yoxdur bunun. Anla bu şəkildə. İndi kotangensə gəlsək, kotangens nəyə xassələr daşıyır? Kosinüsün k, kotangens kosinüsü ilə yapasaq. Tangens nədir? Sinus. Mamazlaşsın. İndi inşallah daha bir də bunun çox y bərabərdir. Arc kotangens x. Kosinüsün x-i nə ola bilir inşallah? Kosinüsün x'i. Burada qiymət olur da. Kosinüsün qiymətləri nə olurdu? Mənfi bir alalım. İndi bu kosinüslə götürməyək də. Kotangens özü ilə get. Məsələn, deyirəm y bərabərdir kotangens x. Burada y nə ola bilirdi? Hər şey. Tangeslə bunun y hər şey olurdu da. Y daxildə nə? Mənfi sonslu, müsbət sonslu. İndi bunun y bunun nəyinə gələcək? X-nə bu tangeslər kimi da. Bildinizmi?
Məsələn, onun tangent, normal tangentin y-in qiymətləri tərsdə gəlir bunun nəyinə? X-na da. Burada da həmçinin, yenə bunun x-ini alacağındır. Mənfi sonsuzluq, müsbət sonsuzluq. Və gəlsək, tangent 90 tək misillərini ala bilmirdi. Bu nəyə ala bilmirdi? Cüt misillər. Yəni 180-dır, sonra 360-ı. Onda x nədən fərqli idi burada? Daha doğrusu. Pi toplam. Bu ya ki 180 ala bilmirdi daha, bildinizmi? 180 misillər alınır. Bunun y-i nə olacaq? Kosdakı kimi belə deyək. Elə bir ki, 0-la nəyi götürürük? Pi-də cüt misillər daha, 0 ala bilmir, 180 ala bilmir, bildinizmi? Ala bilmir. Amma bunlar daxil deyirlər. Kosinus da necə idi bunlar? Daxil. Daxil idi.